Gedirsən hansına xidmətə. Kefin istəyən sənətləri yığıb aparmırsan ki, səndən tələb olunan sənətləri gətirsən. Gətirməsən qəbul deyil. Baxma ki, sənət gətirmirsən. Deyir, qardaş, sənətlərin düz deyil. Get gətir. Falan yerə pesat yoxdur. Falan sənət vaxtı keçib. Çünki qəbul eləyən daxı. Qəbul eləyən şərtlər qoyur. Qəbul elətdirən yox. Sən də başını sağa girsən düzətməyə. Demirsən, mən sənətlərlə gəlmişəm. Deyir, başa düşdüm ya, amma düz deyil. Aydındır. Qəbul eləyən gör necə deyib səndən, necə qəbul eləyəcək, o cür çalış olmağa. Allahın razılığı əsaslı mühümdür. Lakin o necə istəyir elə, mən istəyən kimi yox. Çünki biz adam, insanın, hərəmizin bir ağlı var, hərəmizin də bir siması, surəti var. Surətlərimiz fərqlidir, ağıllarımız da fərqlidir, İbn Qeym deyir. Ona görə şəriət ağılları yığıb bir dənə yerə, Quran və sünnə. Buraxmayıb ağılları ağıllara. Aydındır, yox, sana mazardır. Sənə görə sən düzüydün, mənə görə də mən düzüydüm. Ağılı istifadə edə bilərsən, maşın alanda, ev alanda, öz şəraitini qurmaq üçün, heç yoxdur. Amma mən belə də yaxşı müsəlmanam, mənə belə heç nə olmaz, mən kişiyə daş atmıram, toyuğa daş atmıram, mən yaxşıyam, mən namaz qılmıram, amma namaz qılanan yaxşıyam, mən sədəqə verirəm, mən belə, sənə elə gəlir. Hələ olsaydı Allah dedi ki, kişiyə daş atmayayım, bir də hərdən nəsə verin, orada burada, düzəldi işimiz. Gedəsiz cənnətə. Elə demədi axı, dedi ki, yox, belə eləyin, belə eləyin, belə eləyin, kitab indirdi, izah eləyən Peyğəmbər göndərdi. Bax, bu sənin nəfsimin və bizim nəfsimizin qoyduğu, güya Allah bizdən razı formasıdır. Bir də Allah da özü qoyduğu razılıq forması.